Bismillahirrahmanirrahim ve bihi nasta'in ve huve hayr nasirin ve mu'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu kavli. Sadakallahul aliyyul azim. İbadallah, usikum ve nefsi bitekvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Ramazan ayının fəzilətləri barəsində danışırdıq və keçən cümlələrdə dedik ki, Ramazan ayı bir fürsət ayıdır. Bu fürsətləri biz dəyərləndirməliyik və Ramazan ayında biz özümüzə, həyatımıza nələri tətbiq etməliyik. Bu Ramazan ayındakı fürsətlər hansı fürsətlərdir? Bunları özümüzdə əxs etməliyik, bunların barəsində danışırdıq. Ramazan ayının bizə öyrətdiyi məsələlərdən də biri insanın təvazukarlıq hissidir. İnsanın o təvazu halının yaranmasıdır ki, Ramazan ayında bu keyfiyyət insanda daha çox yarana bilər. İnsan çalışsa öz üzərində bunu özünə mələkə eləyə bilər. Nəinki Ramazan ayında, elə Ramazan ayından sonra da insan bu cür yaşaya bilər. Bizim dinlənsək, Ramazan ayı necə insanın belə bütün o şəhvət damarlarını dondurur, bütün o qəzəb damarlarını dondurur, bütün o təkəbbür damarlarını dondurur ki, mən orucam, məsələn, olmaz mən qeybət eləyim, mən orucam, olmaz günaha batım, mən orucam, olmaz filan işi görüm. Bu olmazları insan həyatında əbədi saxlamalıdır. Biz Ramazan ayından sonra da bu halı yaşamalıyıq. Quran-ı Kərim təvazukarlığın barəsində bir ayə-i şərifədə buyurur. Əuzu billahi mineşşeytanirracim. Və ibadurrahman ellezine yemşuna alel ardı havna. Allahın bəndələri, Allahın o seçdiyi, sevdiyi bəndələr necə yaşamalıdır? Allah mütəal buyurur ki, ellezine yemşuna alel ardı havna. Allah bəndələri olardılar ki, yer üzərində çox təvazukarcasına yol yeriyirlər. Özlərini öyünmürlər. Hətta bir başqa ayə-i şərifədə var. Buyurur ki, özünü nə qədər dartacaqsan ki, dağlardan hündür ola bilmərsən və ayağını necə şiddətlə yerə vuracaqsan, yeri ki, yaran dölsən sən. Bəzən, məsələn, bizim hətta yol yerişimiz özü belə görsən ki, təkəbbür yağır da insanın yol yerişindən, danışıq tərzindən, jestindən, hərəkətindən, bütün yaşayışından görsən ki, insan təkəbbür tökülür. Dinimiz tam bunun əleyhinədir. Dinimiz buyurur ki, və ibadurrahman, Allahın bəndələri olardılar ki, yer üzərində çox təvazukar yol yeriyirlər. Və izə xatabəhumul cahilun qalu salama. Elə ki, cahillər onlara görürsən bir dil yarası vurur, bir söz deyir, bizim dinləntisək atmaca atanda, onlar salam verib keçərlər, buna əhəmiyyət də verməzlər. Amma diqqətli olaq müminlər. Təvazukarlıq zəlilliklə səhv salınmamalıdır. Müminin təvazukarlığı mümin qarşısında olmalıdır. İnsan, mən təvazukaram, elə hər yerdə özünü aşağı tutsun, din bunu bizə demir. Din deyir ki, müminin izzəti olacaq, müminin əzəməti olacaq, amma müminlər biri digərinin qarşısında təvazukar olacaqlar. Ailəsinin qarşısında təvazukar olacaqlar. Əslində təvazukarlıq kimin qarşısında təvazukar olmalıdır, əzizlərim? Diqqətli olsaq, varlı kasıbın qarşısında təvazukar olmalıdır. Böyük kiçiyin qarşısında təvazukar olmalıdır. Üstün tərəf həmişə aşağı tərəfin qarşısında təvazukar olmalıdır. Bunun əksi təvazukarlıq deyil. Bunun əksi təvazukarlıq deyil. Adətən sənin fürsətlərin varsa, qarşı tərəf səndən asılı bir tərəf hesab olunursa, sən zəhmət çəkməlisən, onun qarşısında təvazükarlıq eləməlisən. Bu sənin borcundur artıq. Ona görədir,
İmam Sadiq əleyhissalamdan bir hədis var. Buyurur, mən təvaza'a lillah, rəfəallah və mən təkəbbərə vəzəallah. Hər kim Allah üçün təvazukarlıq eləsə, Allah onu uzaldacaq. Baxın, imamın kəlamına diqqət eləyək. İmam demir ki, kim təvazukarlıq eləsə. Deyir, kim Allah üçün təvazukarlıq eləsə. Bəzən biz təvazukarlıq edirik nəfsimiz üçün. Məsələn, mən cəmiyyətin içində özümü təvazukar göstərirəm. Buna görə ki, cəmiyyətdə desinlər ki, filan kəs nə təvazukar oğlandır. Bu təvazukarlıq deyil. Bunun özündə bir mən var da. İmam buyurur ki, hər kim təvazukarlıq eləsə Allahın özü için. Sən özünü kiçik tutursan Allahsın. Da burada bir gözləntin yoxdur. O da özünü mənim qabağımda kiçik tutacaq, o da mənə hörmət edəcək, o da mənə əziz tutacaq. Yox, mən bu işi Allah üçün görürəm. Deyir, hər kim bu cür olsa Allah onu uzaldacaq. Hər kim təkəbbürlü özünü aparsa, Allah onu zəlil eləyəcək. Allah onun burnunu yerə sürtəcək, burnunu ovacaq. Əzizlərim, dünyanın tarixinə baxaq. Hətta ilk başlayıb bu məsələ Habil və Qabildir. Əslində, orada təkəbbür və həsəd Qabili Habilin qatilinə çevirdi. Qabil təkəbbürlü oldu. Habil təvazukar oldu. Və bu mübarizə dünyanın yaradılışından başlayıb. Həzrət Adəm əleyhissalamdan üzü bu üzə başlayıb. Tarix boyu Həzrət İbrahimlə Nəmrudun misalında, Həzrət Musa əleyhissalamla Fironun misalında həmişə təkəbbür və təvazukarın qarşılıqlı bir mübarizəsi olub. Həmişə əziz Peyğəmbərimizlə Əbu Ləhəblər, Əbu Cəhillərin simasında biz bunları görürük. Həmişə biz bunları Həzrət Əli əleyhissalam və Əmr ibn Əbidəbidlərin simasında görürük. Həmişə biz bunları İmam Hüseyin əleyhissalam və Yezidlərin müqabilində görürük. Və tarix bu cür təkrar olunur. Tarix bu cür davam edir. Həmişə o təkəbbürlü simalar, o özlərini hamıdan üstün bilənlər istəyir ki, elə hamını əzib keçsinlər. Bu cür görürsən ki, məsumların da zamanında, Peyğəmbərlərin də zamanında bu hallar təkrar olunurdu. Ona görə İmam Rıza əleyhissalamdan təvazukarlığın barəsində bir hədis var. Buyurur ki, İmam Rıza əleyhissalam təvazukarlığı gözdən öyrənin. Yadda saxlayın bu hədisi, əzizlərim. Təvazukarlığı gözdən öyrənin. İmam Rıza əleyhissalam buyurur. Deyir, çünki göz özündən başqa hər şey görür. Göz özündən başqa hər şey görür. Göz bir dənə özünü görə bilmir. Deyir, çalışın bu cür olun. Yəni, özünüzü görməyin. Özünüzdən başqamını görün. Özünüzdən başqamını böyük görün, amma özünüzü böyük görməyin. Yenə deyirəm, zəlil görün demir ha dinimiz. Qarışdırmayaq bu məsələ bir qızıl xəttin kənarı ilə gedən bir yoldur. Mömin izzətin qoruyacaq, əzəmətin qoruyacaq, amma təvazukar olacaq. Amma insanların qarşısında həmişə özünü təvazukar göstərəcək. Bir gün Peyğəmbər Əkrəm gördü ki, bir şəxsin başında insanlar cəm olub, yığılıb, onu məsxərə eləyirlər, gülürlər, ələ salırlar. Əziz Peyğəmbər yaxınlaşdı, dedi ki, bu şəxs kimdir ki, bunu bu cür məsxərə eləyirlər, gülürlər. Dedilər ki, ya Rasulallah, o dəlidir. Ona baxırlar, insanlar gülürlər. Həzrət buyurdu ki, xeyr. Həmin şəxs dəli deyil ki, o bəlkə xəstədir. İnsan ruhi xəstədir də. Dedi, dəli bilirsiniz kimdir? Cənnətə getmək arzusu ilə yaşayır, amma halbuki cəmaat onun şərrindən amanda deyil. Cəmaat ondan həmişə ehtiyat edir. Cəmaat ondan qorxur. Çünki bu adam məsələn, mən üçün bir çətinlik yaradar da. Belə adamlar da olur həmişə cəmiyyətdə. Şər adamlar da görsən, insanlar da onları elə gedirlər, görsən, qabağına görüşürlər, əziz tuturlar ki, onun şərrindən qorunmasın. Amma İslam nə qədər ki, təvazukarlığa dəvət edir,
İslam həm də bizə bir hədis şərifdə Əziz Peyğəmbər buyurur, "Ət-təkəbbür mə't-təkəbbür ibadətun." Möminlərin qarşısında deyir, təvazökar ol. Amma təkəbbürlü insanın qarşısında İslam deyir, təvazökar olma. Təkəbbürlü insanın qarşısında təkəbbür göstərmək, Əziz Peyğəmbər buyurur, özü bir dənə ibadətdir. Çünki sən onun təkəbbürünü sındırmaq üçün təkəbbür göstərməlisən. O ki, görürsən özünü bizim dinlətsə yuxarıdan aparır, da onun qabağında deyir, dinimiz deyir, təvazökarlıq eləmə. Çünki onun səviyyəsi budur. O qabiliyyəti olsaydı özünü təkəbbürlə aparmardı. İndi ki, görürsən o təkəbbürlə özünü aparır, təkəbbürlü adamın qabağında sən təvazökarlıq eləsin, o biraz da qudurar. Dinimizdir ki, sən elə onun qabağında təkəbbür göstər, onun təkəbbürü sınsın. O başa düşsün ki, yaxşı xüsusiyyət deyil təkəbbür. Özü narahat olur ona təkəbbür eləyəndə, onu görürsən, sənin də bir saymamaz onunla rəftar eləyəndə xoşu gəlmir, sözünü kəsəndə xoşu gəlmir, o danışa-danışa üzvü çevirib o birisi ilə danışırsan, xoşuna gəlmir, o da başa düşsün ki, insanlarla bu cür rəftar eləmək olmaz. İnsanlarla bu cür danışmaq olmaz. Ona görə Ramazan ayı bizlərə bir daha öz şəxsi mənimizi sındırmağı və cəmiyyətdə insanların içində təvazökar yaşamağı bizlərə öyrədir. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal bizləri bu Ramazan ayında bağışlanmış qullarından qərar versin inşallah.